Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət eləməsindən ötürü əsas xidmətçiləri idik. Yəni orada konkret olaraq yox idi axı elə bir bölgü. Elə moment olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə moment olurdu ki, yaradıcılığı Seyfullah idarə edirdi, elə moment olurdu ki, Vahid idarə edirdi. Yəni orada konkret olaraq iş elə gətirib ki, mən xəbərlə məşğul olurdum. Amma yalnız xəbərlə mən məşğul olurdum. Bir ara mən baş prodüser oldum. Prodüser departamenti olanda bütün bu indi bu saat lənətlənmiş layihələrin bəlkə də əksəriyyəti ilə bizim vaxtımızda çıxıb. Ona görə də mən deməzdim ki, bu konkret olaraq kimin sahəsi idi, kimin sahəsi deyil. Biz ümumilikdə ANS-in rəhbərliyini həyata keçirirdik və Azərbaycan xalqına ANS xidməti göstərirdik. Uğurlu xidmətidir. Sözün düzü mən ANS haqqında çalışıram, az danışım, xüsusilə indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və ANS-də çalışan adamların ANS haqqında danışmağa haqqı daha çoxdur. Bir cümlə deyəcəm və mövzunu mənə elə gəlir ki, bağlayaq. Mən heç vaxt ANS-də çalışmamışam. Mən ANS çalışmışam. Mən ANS-də işləməmişəm. Mən ANS işləmişəm. Mən ANS-də olmamışam. Mən ANS olmuşam.